Xoş gördük. Bu dəfə valyuta az olaraq yenə bir maraqlı şəxslə qarşınızdayıq. O şəxs ki, Azərbaycanda 11 illik bir biznes karyerası olur və 2018-ci ildə qərar verir ki, mən ABŞ-a getməliyəm və orada bir növ sıfırdan başlamış kimi olur. Bu gün ABŞ-da fərqli bizneslərdədir. Eyni zamanda ABŞ-ın ən böyük banklarından olan JP Morgan-da baş IT mütəxəssisi olaraq çalışır. Söhbət həm yerlimiz Rəşad Mirzəyevdən gedir. Rəşad bəy, baş IT mütəxəssisi yaxşıdır. Bəs növbəti vəzifə nədir? Xoş gördük Aygün xanım. Dəvət üçün çox sağ olun. Növbəti bizdə Vice President vəzifəsidir. İnşallah qismət olsa bir ilə falan o gözlənilir. İnşallah uğurlu olsun. Çox sağ olun. Yəqin ki, o zaman göstərəcək ki, biznesdə mi davam edirsiniz, yoxsa karyeranıza mı fokuslanırsınız? Düzü çox çətin bir qərardır. Mən hələ özüm də o qərara gəlməmişəm. Bəlkə də siz demiş, zamanla o qərarı verəcək ki, biznes yönümlüyümü gedək yoxsa karyera tərəfi fokus olaq. Ailənizdə riyaziyyatçılar çoxdur. Siz tibb üzrə təhsil almısınız. Bu gün IT-dəsiz. Ümumiyyətlə məktəb dövrünüzdən istəyirəm danışın. Siz də riyaziyyatı yaxşı oxuyurdunuzmu? Əsas məktəbi ümumiyyətlə necə oxuyurdunuz? Ən çox sevdiyiniz fənlər hansılar idi? Aydın, mən məktəb vaxtı qardaşım məndən bir sinif yuxarıda idi. Mənim çox oxumaq həvəsim var idi. Uşaq vaxtlarında da yadıma gəlir ki, 2-3-cü siniflərdən qardaşım yazdığı, onun tapşırıqlarını həll etməyə çalışırdım və qorxurdum ki, müəllimə mənlə deyinər ki, niyə çox tapşırıq eləmisən. Ata-ana da görürdü ki, mən belə çalışıram və onlar istiqamətləndirdilər məni. 3-dən 5-ə keçdim. 4-cü sinfi oxumadan qardaşımla bir yerdə təhsil almaya başladım. Bəli, riyaziyyatı sevirdim. Digər fənlərdə biz bir fərq qoymurduq, yəni çalışırdıq. O bir sinif keçməyiniz necə oldu? Yəni ailənin istəyi ilə olmurdu, yəqin ki, hansısa bir imtahanla və s. olurdu bildiyim qədərilə. Bəli. O bir ara olmuşdu ki, orada deyəsən nəsə dəyişiklik olmuşdu avtomatik olanlarda. Bizdə elə olmadı. Mən imtahan verdim. Bütün fənlər üzrə imtahanlar oldu. Məsələ o idi ki, mən özümdən bir sinif yuxarı uşaqların tapşırıqları mənə verirdilər ki, Rəşad sən yoxla onları qiymət yaz. Müəllimələr sevirdilər ki, mənim o dərsə marağımı görərək. Qardaşım gələn dərsləri mən yoxlayırdım, qiymət yazırdım. Belə bir məsələ var idi və ona görə də məsləhət gördülər ki, imtahandan bunu artıq 4-cü sinifi bütün bilir artıq bu, oxumağa ehtiyacı yoxdur. Belə bir şey oldu. Orada imtahandan sonra 5-ci sinifə keçdim birbaşa. Bəs tibb təhsil almağınız necə oldu? Çünki ailə riyaziyyatçıdır, amma siz tibb yönündə getmisiniz. Bəzən olur ki, o vaxtın əslində sevimli ixtisaslarından biri də tibb idi. Yəni özünüz mü seçmişdiniz, yoxsa valideynlər mi yönəltmişdi? Səhv eləmirəm, müəllimənin adı tam Tərlan xanım var idi, Tərlan müəllimə var idi, o kimya üzrə. O bir müəllimədir, anatomiya, yadıma gəlmir düzü. Amma o müəllimələrin məncə təsiri çox oldu. Mən riyaziyyatçı idim, riyaziyyat çox sevirdim. Amma riyaziyyat dərsindən gəlməni çağırırdılar ki, gəl Rəşad birdən belə bir şey ver, baxaq ona. Bizim uşaqlar da zarafat edir ki, müəllimə səni çox istəyir, səni çağırır, səninlə söhbət edir. Amma biz oturub dərs həqiqətən də bir yerdə müzakirə edərdik. Müəllimə də oxuyan uşaqları sevirdi. Mən elə bilirəm ki, o məni kimya, anatomiya, bu müəllimələr məni istiqamətləndirdi, maraq yaratdı tibb təhsilinə. Yəni ata-ana istiqamətləndirməyib. Sadəcə amma mən özüm atam riyaziyyat ikincisi olub, əmim 2 deyəsə, ata 3-cüsü olimpiyada üzrə. Mən isə o müəllimələrin istiqamətləndirməsi ilə kimya üzrə olimpiyadaya getdim, birinciliyi qazandım. Digər fənlər Azərbaycan dili ədəbiyyat üzrə birinciliyim var. Belə deyərdim. Deməli, müəllimlərin də rolu böyükdür əslində Çox. insanın hansı fənni daha çox sevməyində. Bəli. Mən deyərdim ki, müəllimlər mənə sevdirdi. Amma yenə də necə oldusa riyaziyyata maraq özünü göstərdi. Nə vaxt bəs qərar verdiniz ki, mən tibb üzrə, çünki tibb üzrə təhsil alırsınız, təhsili başa vurursunuz, amma paraleldə sizin artıq öz bizneslərinizi qurursunuz tələbəlik dövründən. Ümumiyyətlə necə oldu? Bəzən olur ki, məsələn, evə bir kompüter alınır, o uşağın həyatı dəyişir, başlayır orada nəsə araşdırır və s. Sizdə necə oldu? Yəni o IT-yə başlamağınız, qərar verməyiniz ki, məsələn, mən burada nəsə araşdırmağınız, bilmirəm, necə oldu? Mən deyərəm bu liderlik qabiliyyəti, o liderliyə maraq, orada mənim üçün irəli gəldi IT-yə keçid.
Mən hər hansı fəndən imtahan verəndə belə birinci yer olmasa mən ağlayardım ki, yəni necə ola bilər də, niyə kimsə daha yüksək. Qısqanclıq tipli yox, amma bir həvəs vardı, rəqabət var idi. Liseyə birinci illə daxil oldum, orada sinifkom idim. Ə, Bu tipli, ya belə bir maraq var idi. IT sahəsinə keçiddə o vaxt bizdə ə, başladı müəyyən bir veb saytlar, mobil saytlar, belə bir saytlar formalaşmağa başladı. Mən də niyə mənim özümün olmasın deyə bir maraq gəldi məndə. Tibbdə oxuya-oxuya istəyirdim ki, özümün bir veb layihəm olsun, mobil layihəm olsun və beləcə o maraq gəldi. Yəni planlı şəkildə olmayıb. O mühitə necə düşdünüz? Məsələn, çünki o dövr indiki qədər bu sahə ilə bağlı bir məlumatlı dövr deyildi. Elədir, elədir. Yadıma gəlir bizim Azneft tərəflərdə oraları qardaşım Rauf müəllimlə biz bir yerdə çox vaxt proyektləri bir yerdə eləmişik. Gəzirdik ki, hostinqi necə ala bilərəm, domen nədir? Yəni bu şeyləri məlumat yox idi. İndiki kimi Udemy var, başqa proyektlər var ki, girib öyrənə bilərsiniz. İngilis dili liseydən biraz var idi bizdə, amma məlumat qıtlığı idi həqiqətən də. Bilən adamlar da az idi. O mühit yox idi əslində. Mühiti bəlkə də formalaşdıran insanlardan biri biz olduq. Çox primitiv şəkildə, sadə şəkildə başlayaraq, amma sonda maraqlı bir Aznetdə nələrsə yarandı deyirəm. İlk layihəniz, ümumiyyətlə biznesiniz nə oldu? İlk layihə olaraq bizdə Aloaz deyə bir mobil sayt vardı. Ondan başlamışıq, elə deyə bilərəm. Sonra mobil saytlar üçün sayğac sistemi vardı, hansı ki MyWeb adlanırdı o vaxt. O Azersel və s. bütün saytların reytinqini yoxlamaq üçün ondan istifadə edirdilər. O vaxt content providerlar var idi. Onlar hamısı onun üzərindən dəyərləndirmə edirdilər. Sonra onlar tam da belə professional saymazdım. Hələ ki yoxlayırdıq. Nə baş verdiyini özümüz də bilmirdik. Həvəsli olaraq çalışırdıq. İlk professional biz başladı Netmoney deyə bir proyektimiz oldu. Sonra Portmanat adlandırdıq onu. Elə biz başladı professional fəaliyyət desəm. Portmanat bu gün də davam eləyir. Bu sizin onunla bağlılığınız var? Yox, indi qəti şəkildə yoxdur. Mən onun Rauf müəllimlə, qardaşımla təsisçisi olmuşuq. İdeya müəllifi və təsisçisi biz olmuşuq. Sonradan o proyekt indi Telman Axundovdur, Telman müəllimdir. O davam eləyir artıq. Bəli, o davam edir. Ümumiyyətlə tələbəlik dövründə tibb təhsilini tam maraqla aldınız, yoxsa artıq tam köklənmişdiniz IT-yə? Səmimi olsam mən genetikanı çox sevirdim, biologiyanı çox sevirdim. Amma bizdə o şərait yox idi ki, mən gedib genetikada nələrsə kəşf eləyəcəm. Onu görə bilmirdim artıq. Ya xarici istiqamətlənmək lazım idi. Və oxuyan tələbə idim, amma o da deyildi. Yəni bizdə şərait həqiqətən də elə deyildi. Artıq bir növ həvəs azalmağa başlayırdı tibb təhsilində. İndi görürəm bizdə təhsil daha çox inkişaf edib, daha şəffaflaşıb, daha yaxşılaşıb, amma bir keçid dövrü kimi idi bizdə. O dövrlər çox da ideal deyildi. Amma paralel olaraq mən IT layihələr gerçəkləşdirdim və baxdım ki, adi həkim kimi işləyib, nəsə mən bir yenilik gətirə bilməyəcəmsə, ondan sonra mən IT sahəsində daha özümü görə bilirəm, daha çox inkişaf görə bilirəm. Universiteti bitirdiyiniz dönəmdə ailə nə qədər qazanırdınız artıq? Universiteti bitirdiyim dövrdə çox idi. Yəni rəqəmlər yuxarı idi. Bəlkə də 10-15 min dollar arası falan bir şey var idi orada. Artıq o həddə gəlmişdi biznesləriniz. Bəli, gəlmişdi. Universitetdən sonra nə qədər müddət Azərbaycanda çalışdınız? Bayaqki sualda bir dənə əlavə eləmək istəyirəm. Mənim indiyə kimi xatırlayıram ki, ilk pulu qazandım, 400 manat deyə bir pul qazanmışdım. Metro ilə gedirdim. Metroya düşəndə bir baxırdım ki, kimlərsə mənə baxacaq. Belə 400 manat cibində pul var. Elə bilirəm ki, çox böyük bir şeydir. Sonradan başa düşdüm ki, hamının cibində bu məbləğ var imiş də. Mən çox həyəcanla o metroya daxil olmuşdum ki, birdən nəsə olar, çox pulum var deyə düşünürdüm. İlk pulumu elə qazanmışdım. Bəs maraqlıdır, o ilk bizneslərinizdə yatırımınız olmuşdu. Nə qədər pul yatırırdınız? Yatırım yox, doğrudan da biz sıfırdan başlamışıq. Kreditlə mən notebook axtarırdım. Atamı başa salmağa çalışırdım ki, izah edirdim ki, bu belə-belə ideyalar, bunları eləsəm pul qazanaram. O vaxt imkan da o deyildi, qınamıram. Amma ata da dəstək olurdu. Kreditlə kompüter götürməyə çalışırdı, alınmırdı. Bir xanım yadıma gəlir ki, o vaxt Beko kompüterlər var. Orada bizə güzəşt elədi, necəsə kompüteri verdi və eləcə mən başladım xırda-xırda nələrsə eləməyə.
Vəsait yox idi. Məsəl üçün bizdən o vaxtda domen satışına başlayırdıq. Kimsə gətirib bizə 10 manat deyək ki, ödəniş edirdi. Mən gedirdim qarşıda banka 10 manatı yerləşdirirdim ki, o domeni ala bilək deyə. Yəni 100 manat qırada pul yox idi ki, onu əvvəlcədən qoyasan ki, daimi kartda pul olsun ki, onu daimi alasın. Yəni sıfırdan başlamışam. Bəs o dediniz ki, 400 manat qazandım. Təbii ki, sonra zamanla məbləğ artır və daha çox qazanırsınız. Belə dövrdə bəzən şəxslər biraz erkən yaşda daha çox qazanan şəxslər pulu xərcləməklə bağlı bəzən o ayarı türklər qaçırırlar. Ümumiyyətlə pul xərcləməyə yanaşmanız necə idi? O vaxt mənim bir dənə xəyalım var ki, mən biznesimi böyüdəcəm. Biznes, yəni təhsil tibb təhsilidir, biznes təhsili yoxdur və idarəetmə təhsili yoxdur. Yəni əslində bəlkə də bir növ tam biznes təhsili olsaydı daha yaxşı bəlkə də istiqamətə gedərdim, amma təcrübələrdən öyrənə-öyrənə biz belə də istiqamət götürdük. Xərcləməklə bağlı bütün qazancı biz işə yatırırdıq. Həqiqətən də 1 manat nə olsa, 5 manat olsa hamısı da işə yatırırdı. Daha da böyütməyə çalışırdı. Yeni işçilər götürürdü, komandanı böyüdürdü, yeni layihələr gətirirdi. Yəni ancaq belə oldu. Bu iki bizneslərdə qardaşınızla bir yerdə olmusunuz həmişə. Çox biznesdə bəli, eyni. Ümumiyyətlə ailədən sizə öyrədilən nəyinsə burada rolu var? Hansısa bir ailədən gələn ənənənimi, valideynlərin sizə təlqin etdiyi hansısa bir nüans ola bilər ki, bu sizin hansısa bir biznesdə davamlı olmağınıza gətirib çıxarıb bir yerdə olduğu. Yəni nəyi ailəyə bağlayırsınız bu yolunuzda? Atam bizdə Liman şəhəri var. Orada icra nümayəndəsi olmuşdu. Kiçik bir belə qəsəbə, şəhər tipli bir yerdə, Lənkəranda. Onu atada idarə etmə qabiliyyəti mən görürəm ki, indi də yəni yüksək səviyyədədir, bu işləri bilir. Ailədə belə bir adamın olmağı idarə etmə tərəfdə formalaşdırır insanı. Mən onu deyərdim. Anamın da ümumiyyətlə oxumağa, ədəbiyyata, belə şeylərin marağı olub. Bizim yəni təhsil tərəfdə problem olmayıb və atam da riyaziyyatçı olub, daim bizə kömək olub. Məncə o liderlik qabiliyyəti deyərəm ki, bəlkə də atamdan oradan keçib, amma sonrasını isə yəqin ki, təcrübə ilə üzərinə gətirmişəm. O deyirsiniz, domen almağa çalışdığınız dövrlər, ilk dövrlər. O neçənci il idi? Qarışdıraram, amma 3-cü kursda falan olardıq. Neçənci il olar? 2000 məncə 2006, 2007 deyə. Əslində o dövrdə hardasa bir 20 illik bir dönəmdir və o dövrdə IT sahəsi indiki qədər belə geniş bir bazar yox idi. Yox idi, bəli. O dövrdə bu sahədə biznes qurmaq, irəlilətmək, müştəri tapmaq, müştəriləri inandırmaq necə idi? O dövrdə əslində rəqiblərin olmamağı əslində bu gözəl bir şeydir ki, rəqabət yox idi. Məsələn, mən sayardım ki, o dövrdə bir 7-8 nəfərin adını çəkmək olarsa, biri də biz idi o dövrdə. Yəni bu sahədə çalışanlardan. Mən Pavel Durov var, Telegramın sahibi. O da bir növ sosial şəbəkə, Telegram. Bizdə də o vaxtı məsəlləşmə platforması, Alo-Az olaraq, Alo-Chat olaraq belə bir şeylər hazırlamışdıq. Orada da günlük istifadələri yadımda deyil, çox yuxarıda 50 min, 100 min adam daxil olurdu. Və onu biz o vaxtı danışmışdıq Azərsellə də bizim platform WhatsApp tipli bir şeydir ki, ora çevirmişdi. İstifadəsi pulsuz şəkildə olacaqdı Azərsel tərəfindən. Ora kimi biz bunu çıxarmırıq. Amma o vizyon, o olmadı bizdə ki, mən həmişə deyirəm, bəlkə indi bugün Pavel Durovun yerində biz ola bilərdik. Amma sadəcə biz onu görə bilmirdik. Çünki biz elə bilirdik ki, adi bir layihədir və çox da marağımız da yox idi. Amma indiki dövrdə artıq inkişaf edəndən sonra onları görə bilirik ki, indi o şanslar olsaydı daha böyük işlər görərdik. Amma o dövrdə dediyim kimi, yəni o təcrübə yox idi. Sıfırdan başlayırsan, nə etdiyini tam bilmirsən. Yəni axarına buraxıb işləyirsən. Bəs bu 11 illik Azərbaycanda bir biznes karyeranız oldu. 18-də ABŞ-a köçdünüz. ABŞ-a köçəndə ümumiyyətlə hansı biznesləriniz var idi? Nə iş görürdünüz? Şirkətlərinizin böyüklüyü nə səviyyədə idi? Artıq dedim ki, Netmaya portmada o böyüdü. Milyonlarla məncə dəyəri var idi o dövrdə. Biz Kapital Bankla şərikdik. Mənim imzam da var idi orada. Bir ara Kapital Bank bizim 51%-imizi almağa çalışırdı. Sonradan bilmədim necə oldu düzü. Amma biz indi hal-hazırda Telmax Xundurdadır o layihə.
Ondan başqa Saytaz Azərbaycanın bir nömrəli hosting providerlərindən biridir indi də. Saytaz fəaliyyət göstərir. Artıq çox uzun müddətdir. Müxtəlif adlarla olub, amma sonda Saytaz olaraq. Sonra Rauf müəllim mətbuat azı üzərindən davam edir. Ondan başqa məndə Flyaz turizm şirkəti olub və başqa bir neçə layihələr olub. Onlar bir də qeyd eləmək olar az skor, easy skor deyirdi. Onun günlük yarım milyonluq günlük girişi var idi. Onu da yəni exit elədi böyük qiymətlə satışını etdiyordu o layihəndə. Ora keçərkən yəni bu layihələr artıq var idi. Daha da biz onların böyütmək istiqamətində gedirdik. Rəşad bəy, Azərbaycanda işləriniz belə baxıram yaxşı gedib, hər şey yolundaymış. Bəs ABŞ-a getmək qərarını niyə verdiniz? Çünki adətən insan hansısa bir işi yekunlaşdırır və satır, gedir və s. amma sizdə paraleldə neçə biznes olub və gedəndə bunların hamısı o deməkdir ki, yəni nə qədər uzaqdan idarə etsəniz də orada bir yeni həyata başlamaq qərarı verirsiniz. Niyə getmək qərarı verdiniz? Çünki düşünürdüm ki, mən Lənkəran rayonunda anadan olmuşam, amma o şəraitim olmuyor. Amma Bakıya gəldim, daha biraz gördüm ki, imkanlar açıldı, əlaqələr. Mən networking xoşlayan adamam, insanları tanıyım, görüşüm. Bilirəm ki, onların çox xeyri var. Amma Bakıda Azərbaycan çox kiçik, biznes mühiti də çox kiçikdir. Amma Silikon vadisini biz kinolardan daimi görmüşük ki, yəni oradır, bunun mənbəyi oradır. IT sahəsində olan bir insan olaraq da biz çalışmalıyıq ki, daha yüksək yerlərə gedib çıxmaq üçün o mühitdə olasan. Mən də o niyyətlə fikirləşdim ki, orada daha inkişaf elətdirmək olar. Startaplar oradadır, məsələn Y Kombinator var orada və digər inkubatorlar oradadır. Daha rahat olar deyə düşünmüşdüm. Yəni mühit artıq sizi çəkdi. Əlbəttə. Və getdiniz, amma deyəsən ailəli getmisiniz, ailə ilə getmək qərarı vermisiniz. Düzdür, burada müəyyən biznesləriniz olduğu üçün maliyyəsiz yəqin ki, getməmisiniz. Bəli, maliyyə sıxıntısı olmamış. Maliyyə sıxıntısı olmadan getdiniz, amma necə başladınız, getdiniz orada? Yenə də başqa bir ölkədə karyera qurmaq, maliyyə sıxıntısı olmasa belə bir zaman tələb eləyir. Çox çətindir, çünki mənim burada artıq gedərkən 35 nəfərlik kollektivim var idi. Sadəcə orada tamamilə burada Rəşad Mirzəyev deyəndə tanınırdı. Artıq formalaşmışdı, insanlar tanıyırdı. Orada səni tanıyan biri yox, güvənən insanlar yox, özünün də güvəndiyi şəxslər yox və orada proqramçı maaşı ümumi olaraq $120,000 illik başlayır. $120,000 ödəyəcək güc belə yox idi o vaxtı. Çox yüksək maaşlardır. 3 proqramçı götürsən aya bir 30,000-ə yaxın pul ödəməlisən. Və onu başlamaq çox çətin idi. Və buradakı deyək ki, sənin bir əmlakların var, evin var, bir maşının var. Orada onlar yoxdur. Məsələn, mən Los Angelesə köçdüm. Los Angelesdə istədiyin ev almaq üçün $4 milyon pul ödəmək lazımdır. O cür çətin gedib kirayə qalırsan. Ofis, burada gözəl bir ofisin varsa, orada artıq o deyil, daha kiçik başlayırsan. Nəsə bir layihə eləmək istəyirsənsə, buradakı şərait orada yoxdur. Çox sıfırdan Yəni başlayır. ilk olaraq onda orada da bir IT ilə bağlı şirkət qurmaq bir fikrini gəldiniz, amma araşdırdınız, gördünüz ki, əslində çox çətindir. Çətin deməzdim. Fürsətdir. Əslində bizim məsələn Amerikanlılar özləri orada anadan olublar. Onların ikinci bir şansı yoxdur. Biz Azərbaycandan gəldiyimiz üçün digər ölkədən bizim şansımız var ki, remote olaraq işçiləri Azərbaycanda onsuz da komanda varsa, onlardan istifadə etmək daha ağıllı, smart mənə hərəkət olaraq gəlir. Fikirləşdim ki, okeydə mənim komandam varsa, bu komandadan daha çox istifadə edim, daha da böyüdüm, nəinki oradan kimisə işə ötürüm. O qədər. Amma yorurdu, çünki gecə-gündüz fərqimiz var bizim. Gecələr çalışmalıydım, 3-ə 4-ə kimi oyaq qalırdım. Onda Azərbaycandakı bizneslərini dayandırmadınız, özünüz Amerikaya köçdünüz və buradakı biznesləriniz özü davam etdi. Bəli. Və siz o şəkildə getdiniz və sonradan bir biznesi orada yatırım edirsiniz deyəsən. Bununla bağlı danışaq, bu hansı məbləğdə yatırım idi? Yatırımlar yəni hissəvi şəkildə oldu. Məsələn, birinci ilkin yatırım $200,000 plus oldu. Sonradan kiçik yatırımlar elədi. Amma burada əsas yatırım deyildi. Bizim orada sonradan necə yanaşmamız məncə fərqli idi. Kiçik evlər var idi, 3-5 ev var idi. Biz ora sərmayə qoyandan sonra, danışıqlar aparandan sonra mən deyərdim sərmayədən çox o danışıqların önəmi var idi.
artıq binalar götürmüşdük, onlar üzərindən çalışırdıq və milyonlarla dəyərləndirilirdi artıq proyekt. O layihə nə ilə bağlı idi? İstəyərdim onunla bağlı danışaq. O layihə student housing, yəni tələbə yataqxana deyil də tələbə evləri deyək. Bir evi 3-4 yerə bölüb tələbələr orada gəlib qala bilirlər. Çünki Los Angelesdə qiymətlər həddən artıq yuxarıdır. Deyək ki, evin qiyməti $4000 aylıqdırsa, $1000 4 nəfər arasında bölünürdü. Bu tipli bir yanaşma idi. Məsələ də bizim inkişafımızda səbəb də nə idi? Hər kəs bunu edirdi, amma bunu sistemləşdirən az idi. Mən artıq IT təhsili, IT biliyi olduğuna görə bunlardan istifadəyə biz o vaxtda urep.com deyə bir domen aldım. Orada artıq ödəniş sistemini qurdum. Oradan idarə etmə mexanizmi, bizim qarajlar var idi, evlər var idi. Hamısının bütün proqramını yazdıq. Ayrıca bir software olaraq bunu hazırladım və artıq bizə digər student housing işi görənə təklif verirdilər ki, biz də bu platformadan istifadə edək. Bəs o pandemiya dövründə o layihə dayandı. Yatırımınız və oradan qazancınız ödədimi? Yəni daha çox o xeyirlə mi çıxdınız yoxsa necə oldu? Yatırımdan, yəni bəli, xeyirlə çıxdıq. Yatırım cəhətdən itirmədik, qazandıq. Amma şirkətin dəyəri milyonlarla ölçülürdü. Şirkəti biz o vaxtda yəni satmaq belə istəmirdik. Böyüdə-böyüdə gedirdik. Əslində bütün o biznes planı qurarkən, fikirləşərkən hər şeyi nəzərə almışdıq, amma mən elə bilirdim ki, hər şeyi nəzərə almışıq, amma məsələn müharibə ola bilər, Covid tipli pandemiya ola bilər. Bunları nəzərə almamışdıq. Bu da bir təcrübə idi. Mən düşünmürdüm ki, belə bir qlobal bir şey ola bilər. O olarkən də artıq bizdə dedilər ki, kim istəsə pulu ödəməyə bilər. 6 ay, 7 ay, 1 il tenant, bizim bu kirayəçilər pul ödəmədən qala bilirdilər. O halda da o biznesi görməyə biz yəni maraq olmurduq. Yəni bizim də aylıq yüksək məbləğdə binalar almamışdıq da, onlar da biz pul ödəyirdik. O binalara ödənişlərimiz var. Məcburi şəkildə biz artıq razılaşıb binaları geri qaytarası olduq. Çünki o biznesi artıq mümkün deyil. Biznesiniz, o dediyiniz biznesi dayandırdınız. Bəs bu dayandırandan sonra nə etdiniz? Yenə Azərbaycandakı bizneslərdən idarə edirdiniz, yoxsa artıq Azərbaycandakı bizneslər yavaş-yavaş Covid dövründə 1-2 proyektimiz onsuz dayandı. Çünki turizmlə bağlı Flyaz var idi bizdə. O yaxşı belə deyək, fəaliyyət göstərirdi, amma turizm sahəsi demək olar dayandı. Maraq da azalmışdı artıq o sahəyə. Digər proyektlərimiz davam edirdi. Sadəcə o dövrdə düşündüm ki, biznes olaraq yəni biznesin vaxtı deyil. Yəni pandemiya dövrü biznesə başlamaq üçün bizdə bütün yerlər bağlı idi. Yəni yaxşı bizdə cash is king deyirlər. Yəni nağd pul kraldır. Belə bilmirəm, bəlkə düz tərcümə eləmədim. Nağd pul daha önəmli idi. Saxlayıb zamanını gözləyib yatırımı o vaxt eləmək lazımdır və o vaxtı mən gözlədim. Heç bir biznes, yəni yeni bizneslərdən danışıram. Yatırım eləmək yerinə düşündüm ki, oturub biz Los Angelesdə pul xərcləyirik, böyük məbləğlər gedir. Ondan sonra evlər bahadır. Mən Texasa doğru yönəldim. Houstonda evlər ucuzdur, daha başqa şərait var. Ora doğru köçdük, ev aldıq. Orada yaşamağa başladıq. Yeni biznesləri dayandırdım Covid dövründə. Bəs sonra nə etdiniz? Məsələn, neçə yaşınız var idi həmin dövrdə? Çünki müəyyən bir dövrə qədər heç yerdə işləmirsiniz. Və mən artısa təqribi deyirəm 33-34 yaşa kimi heç bir yəni öz şəxsi bizneslərim olub, amma kim üçünsə işləməmişəm, belə deyim. Amma Amerikada baxırsan ki, maaşlara baxırsan, çox yüksək maaşlardır. Orada tək maaşla bitmir. Sığortası var, uşaq üçün bağça, nə bilim, başqa şəraitlər yaradılır ki, hansı ki, elə bir komfort zonuna səni salırlar ki, baxırsan ki, biznesmi yoxsa işçi olaraq çalışmaqmı? Və siz başladınız artıq dediniz ki, 34 yaşda mən bəlkə bu təcrübəni də yoxlayım. Elə. Mən fikirləşdim ki, biznesin vaxtı deyil, gözləmək lazımdır. Bekar qalmağı da xoşlamıram. Müraciət elədim, dedim bəlkə başlayım, görüm developer olaraq başlayım. Amma onun da bir problem var ki, biz Azərbaycanda olan təcrübə başqadır, Amerikada başqadır. Biraz ilkin olaraq böyük şirkətlərdən başlaya bilmirsən. Sonradan isə daha 1-2 təcrübə yığıb daha böyük şirkətlərə keçid edə bilirsən.
Rəşad bəy, Azərbaycanda da öz qurduğunuz işləri idarə eləmisiniz. ABŞ-a da köçəndə hansısa bir şirkətə, belə deyək də, CV ilə müraciət edib işləməmisiniz və 34 yaşda qərar verirsiniz ki, mən artıq burdakı şirkətlərdə başlayım IT sahəsində işləməyə. Bəs iş müsahibələri necə keçirdi, ilk müsahibələr? Ə, Birinci iş mən Los Angelesdə yadım əlir. Əslində orada mən indi bəlkə də onu düz demədim. Los Angelesdə artıq Covid dövründə bir iş yerinə müraciət elədim. O da müraciət edən kimi İranlı biri idi. Sabah gəl işlə dedi. Yəni ki, heç bir intervyu eləmədən danışdı mənlə danışanda o tutdu ki, onun da molları falan var idi və 3-4 min domeni var idi. IT proyektlərə investisiya edirdi və sabah gəl işlə dedi. Yəni heç bir sual cavab, heç bir şey olmadı və ondan sonra timi mənə tapşırdı, komanda mənə tapşırdı. Mən ona çox köməklər elədim o dövrdə. O yəni çox qısa müddət 1-2 ay. Orada maaş məsələsi deyildi mənə. Sonra mənə maraqlı idi ki, bir təcrübə olsun, bir yerdən başlayım ki, CV-mdə göstərə bilim ki, mən Amerikada çalışmışam. Amma Houston-a keçəndən sonrası orada artıq BlueCheck deyə bir firma var idi. O da startup idi. O da onların intervyuları artıq biraz daha dərin oldu. Amma böyük korporasiyalar doğru getdikcə yəni yüksək səviyyəli intervyular olur, çətin intervyular olur. Bəs JP Morgan intervyusu necə keçdi? O çox ağır idi, deyə bilərəm. Onlar mən United Healthcare-də dünyanın böyük sığorta şirkəti idi. Orada çalışırdım. Onlar məni görüb LinkedIn üzərində müraciət eləmişlər ki, yəni bizə çalışmaq istəyirsiniz. Əvvəl düzü marağım yox idi, çünki şəhər dəyişmək lazım idi falan. Amma orada bizim bir türk restoranımız var, Cafe İstanbul deyə. Baxdım ki, düz onun yanında. Biz oranı o əraziləri xoşlayırdıq. Dedim, niyə də olmasın, gedib bir yoxlayarıq. Və bir də ki, bu Wall Street-in bu bankların ən böyük bank olduğu üçün, prestijli bank olduğu üçün maraqlı gəldi. Onlar da səhv eləmirəmsə bir 6-7 raundluq böyük bir intervyu oldu. JP Morgan'dan söhbət gedirdi. Hə. Amma yəni ən çətin mərhələsi nə oldu sizə? Ən çətin mən deyərdim ki, bir gün ərzində artıq 4-5 saatlıq onlayn intervyu idi. 4-5 saatlıq intervyular olur, hansı ki, birinci kodinq tərəfi yoxlayırlar, dizayn, alqoritma, hər bir yəni sahələr üzrə ayrı-ayrı intervyular var. Database, hər yerdən yəni suallar o şəkildə gəlir ki, sizin bəlkə də nə işləməyinizə bağlı deyil. Tamamilə yəni hər tərəfli sual cavab olunur. Çünki onlar sizi işçi olaraq götürərkən düşünürlər ki, bu gün burada çalışırsınız, amma sabah siz başqa istiqamətə də yönləndirir. Əsas sizin ümumi biliklər onlara maraqlı gəlir ki, düşünməyiniz, məntiqiniz. Potensialı da yoxlayırlar da, belə deyək. Bəli. Əvvəlki layihələrimə, hətta mən buradakı layihələrdən də onlara danışdım açıq şəkildə ki, belə-belə məndə startaplar olub, onlar çox maraqlı gəldi. Hətta deyəsən sizin Azərbaycanda oxuduğunuz Tibb Universitetinə də demişdiniz ki, zəng vurub maraqlanıblar. Bəli. Bunu niyə eləyirlər? IT biraz təhlükəsizliyə bağlı məsələdir deyə, yoxsa bütün işə qəbullarda bu prosesdən keçilir? Məncə böyük korporasiyalar işə qəbul zamanı o yoxlanışlar olur, amma dünyanın nəhəng bankı olaraq da onlar müştərilərin təhlükəsizliyi və s. onlara daha önəmlidir. Bizdə demək işimizin yarısı auditlərlə keçir. Onlar da istəyirlər ki, güvənilən kadrlar tapsınlar və orada CV-də göstərmisənsə, mən Tibb Universitetini qurtarmışam, onlar dəqiqləşdirməyə çalışırlar ki, həqiqətən də sən düz deyirsən, qurtarmısan, o universiteti bitirmisən. Tibb təhsili də onlarda çox yüksək qarşılanır. Yəni mənə indiyə kimi də inana bilmirlər. Mənə doktor olaraq çağırırlar işdə. Yəni hamı mənə deyir ki, niyə sən tibb təhsilini qoyub gəlib IT-də çalışırsan? Onlar üçün maaşlar da yüksəkdir tibbdə. Onlar çox belə böyük bir məslək kimi baxırlar. Onlar sizin tibbdən IT-yə yönəlməyinizi inanılmaz kimi qəbul edirlər. Bəli, mənim oradakı müdirim hər kəs təqdim edir ki, buyur. Tibbdə gəlib, həkimdir, gəlib burada IT çalışır. Nə iş var burada, biz başa düşə bilmirik. Amerikadakı bizneslərinizə gələk bu gün. İndi paraleldə hansı biznesləriniz var və JP Morgandakı işlə paraleldə biznes aparmaq nə dərəcədə mümkündür? Əslində biraz çətinlik var, çünki gün ərzində sən
JP Morganla məşğul olsan orada əlbəttə başqa bir iş görə bilmərik. Amma digər sahələri isə mən artıq işdən sonrakı fəaliyyətimdir. Onlar davam edir. Bir-iki başqa layihələrə, hansı ki, mən həmişə mən öz portfolyomu bölməyə çalışıram. Çünki bir şeyə investisiya elədikdə riskləri daha çox ola bilər. Və tək maliyyə tərəfi deyil, mən maraqlıyam. Çox layihədə arzum, istəyim olduğu üçün eləməyə çalışıram. Orada maliyyə güdmürəm. Həmişə bir şey deyirlər ki, yəni pulun dalınca qaçma da, pul özü gəlib səni tapacaq. Həqiqətən də elədir. Bir layihəni yaxşı şəkildə etdikdə o pul sərfi həll olunur, bir şəkildə həll olunur. Mən də elə yanaşıram və bəzi sahələrə investisiya edirəm. Böyük investisiyalardan söhbət getmir sözsüz, amma öz çapımda bir şeylər eləməyə çalışıram. Amma sözsüz ki, hərə bildiyi sahədə daha uğurludur. Mən də fikirləşirəm ki, artıq 20 ildən çox təcrübəm IT sahəsindədir və ödəniş, IT bu tərəflərə mən daha çox meylliyəm və ora əsas fokusum oradır. Bəs maliyyə cəhətdən yanaşanda Azərbaycandan getdiyiniz dövrdə aylıq qazancınızı bu gün Amerikada qazana bilirsiniz? Amerikada o qazanc bir şey deyil, yəni onu deyə bilərəm. Ondan daha yüksək qazanmaq mümkündür, daha yüksək məbləğlər. Rəşad bəy, bu 34 yaşınıza qədər öz bizneslərinizi idarə etməyiniz, onlara fokuslanmağınız, amma bu gün artıq başqa bir şirkətdə artıq bir işçi olaraq da çalışırsınız. Ümumiyyətlə bu necə bir təcrübədir? Çox şəxs əslində bunu hansısa bir şirkətdə çalışmağı karyerasının əvvəlində yaşayır, sonra idarə etmə tərəfinə keçir. Burada müəyyən bir şeyləri öyrənə-öyrənə gəlir. Amma sizdə bu deyək ki, bir proses əksinə olub. İndi nəyi öyrənirsiniz və hətta məsələn deyə bilərsinizmi ki, mən əvvəldə idarə etmədə olduğum dönəmlərdə filan şeyləri səhv etmişəm kimi nəyisə analiz edirsinizmi? Səhvlər çox olub. Yəni dediyim kimi də məndə bu biznes təhsili, IT təhsili əvvəldən olmadığına görə mən çox səhvlər görürəm. Bir də belə bir korporasiyalarda çalışanda, böyük şirkətlərdə çalışanda onların iş mədəniyyəti ümumiyyətlə tamamilə fantastikadır. Çox ideal səviyyədədir. Mən 3 aya yaxın orada bizə davranış qaydalarından tutmuş, hər şey öyrədirlər. Yəni öyrətdilər və bunları biz necə öz bizneslərimizdə tətbiq edə bilərik? Artıq onları görürsən. Və yaxud da ki, elə IT sahəsinə necə yanaşırlar orada? Bunlar çox böyük bizim üçün təcrübədir. Mən öyrənirəm. Yəni orada tək maaşdan söhbət getmir. Çox böyük təcrübədir. Rezum üçün də, yəni deyək ki, bir startap edirsən, orada Rəşad gəlib nəsə bir startap təqdim edirsə, onun o qədər dəyəri yoxdur. Amma JP Morganda işləyən Rəşad bu layihəni təqdim edirsə, artıq inan var. Yəni böyük şirkətlərdə, böyük banklarda çalışırsansa, onun çox böyük dəyəri var. Yəni bu tək pulla ölçülmür, onu deməyə çalışıram. Bəs ümumiyyətlə nümunə olaraq nəsə yadınızda var ki, məsələn, mən əslində bəlkə də karyeramın əvvəlində hansısa bir şirkətdə çalışsaydım, idarə etmədə bu səhvləri etməzdim. Yadınızda olan nəsə bir nüans var? Biraz bəlkə tərsini deyəcəm. Mən biraz riski sevən adamam və proyektləri tam hazır olmamış, yəni müəyyən bir ilkin variant yarandısa, mən xoşlayırdım ki, o proyektləri təqdim edeyim. Və onda mənə çox adam deyirdi ki, düzgün deyil bu. Çünki proyekt tam hazır olmalıdır. Müştəri bunu baxandan sonra bəyənməsə, bir də o proyekti istifadə eləməz. O layihəni istifadə eləməz. Amma sonradan biz başa düşdük, biz bunun adını qoymamışıq. MVP, Minimum Viable Product deyirlər. Yəni MVP səviyyəsinə gətirib kiçik bir səviyyədə onu artıq müştəriyə buraxıb baxmalısan ki, necə qarşılanır. Sonrakı əlavələri, yeni feature-lar, yeni funksiyonallıqları sonradan əlavə edirsən və beləcə görürsən, inkişaf elə çox uzun müddət gözləmədən proyekti buraxa bilirsən. Mən həmişə bunu edirdim. Bu öz təsdiqini tapdı. Sonradan mən gördüm ki, demək ki, beləymiş. Etdiyimiz səhvlərə gələndə ki, idarə etmə tərəfdə çox böyük səhvlər eləmişəm, hansı ki, işçiyə yana. Mən həmişə dostasını olmuşam. Amma biz buradakı belə mühitdə fikirləşirdik ki, işçi saat 9-da ya 8-də gəlibsə, deyək 9-dan 6-ya kimi oturmalıdır, məcburdur, bu çalışacaq. Orada gördüm ki, o deyil. Biz bankda 9:30-da gedib 4-də çıxırıq. Və onu mən tətbiq elədim bizim iş yoldaşlarına, bizim komanda yoldaşlarına ki, daha qısa iş müddəti və yaxud da icazə istədilər, nə qədərsə icazə götürə bilərlər.
daha səmimi və bir də ki, maliyyə tərəfdə o komfort zonu gördüm ki, elə bir komfort zonu yaradırlar ki, oradan çıxa bilmirsən artıq. Yəni işçinin dalınca qaçmaq yerinə, yəni çalışıb elə bir mühit yaratmaq lazımdır ki, oradan mümkün olmasın. İşçi özü getmək belə istəməməlidir. Bəs ABŞ-da hansı bir komandanız var, yoxsa hər şey Azərbaycandakı bizneslərinizə bağlı olaraq gedir? Orada zaman-zaman komanda olur, biznes danışıqçısı olaraq, görüləcək işlər danışıqçısı olaraq. Amma bu əsas arxa fonda olan bizim IT-dir. Ora yönümlü olduğumuz, onlar da bəli, Bakıda. Bəs ümumi olaraq indi biz müsahibənin əvvəlində bu məsələyə toxunduq. Dediniz ki, zaman göstərəcək ki, biznesdə gedirsiniz, yoxsa bir karyera, JP Morgan'da karyera kimi. Ümumi məqsəd nədir? Məsələn, siz biznes həyatı olaraq o dediniz investisiyalar eləyirəm. Bəlkə seçdiyiniz investisiya yatırdığınız sahələrdən danışa bilərik ki, məsələn, nəyə diqqət edirsiniz? Ümumiyyətlə hədəf nədir bu gün üçün? Məsələn, Azərbaycana qayıda bilərsinizmi? Məsələn, bundan da danışa bilərik. Məsələn, potensial məsələsi. Mən özümdə böyük bir potensial görürəm. Bəlkə də yoxdur, nədir, amma güvənirəm özümə və bilirəm ki, tutalım ki, mən bir ay Azərbaycandayım, burada istirahət elədim, gəzdim və s. Amma bu müddətdə mən çox şey bəlkə də eləyə bilərdim. Amma insan olaraq biz istirahət də lazımdır deyə, biz çoxdan da qohumlarla, dostlarla görüşmürdük. Amma düşünürəm ki, okey, Rəşad, sən bu layihələr sən eləyə bilərdin. Çoxlu ideyalar var. Bunları eləməlisən, daha uğurlu layihələr ortaya qoya bilərsən. Bu uğurlu layihələrə gəlib çatmaq çox bir zövq verir, həqiqətən də zövq verir. Məsələ oradan qazancda deyil. Qəti sürətdə səmimi deyirəm ki, maliyyə bunun olmalıdır, yaşam üçün lazımdır. Amma məndə bir neçə dəfə olub ki, artıq retire deyirlər, pensiyaya çıxmaq tipli. Özüm üçün yaşayaram ömür boyu, bir rahat yaşamaq olardı. Amma mən onu seçməmişəm, dayanmamışam və daimi reinvest edib daimi fəaliyyət göstərmişəm. Məncə bu maraqdan asılıdır. Yəni bir nailiyyət əldə etmək istəyi var. Odur. Və bir də ki, bizim nəsildə baxıram ki, çox az adam olub ki, nəsə maraqlı, böyük bir layihələr ortaya qoyur. Azərbaycanda da azdır, indi çıxır. Əgər eləyə biləriksə, niyə də dayanaq? Niyə də bir yaxşı işlər gör, qazan və köməklik elə, yəni olmalıdır, bir nəsildə də bir nəfər də inkişaf eləməlidir. Biz getdik Amerikaya çıxdıq. İndi bilmirəm uşaqlar Marsa mı gedəcək, necə olacaq, o tərəfi var. Daimi inkişaf gözəldir, adamı aktiv saxlayır. Mən də o düşüncə ilə əslində hədəflər çox yuxarıdır. İndi AI gəlib, süni intellekt gəlib və düşünürəm ki, daha böyük hədəflərə çatmaq olar. Sizin süni intellektlə bağlı layihələriniz var? Bugün ABŞ-da reallaşdırmaq istədiyiniz? Bank daxili bir-iki layihə vermişik, onun üzərində çalışırıq. Onun mənim şəxsi layihə deyil. Amma bir də ideya olaraq çoxdur, amma bu dəqiqə virtual həkim deyə bir proyektimiz var. Onun üzərində çalışırıq və digər layihələrdə süni intellekti tətbiq edirik. Artıq yəni xüsusi bir layihə eləyəcəm deyə bir şey yoxdur. Yəni olan deyək ki, xəbər portalın varsa, orada AI-dən istifadə edib daha işləri sürətləndirə bilirsən, daha yaxşılaşdıra bilirsən. Və ya deyək ki, bizdə saytaz var, orada daha AI-dən istifadə edib daha gözəl işlər görmək mümkündür. Bu istiqamətdə AI onsuz qaçınılmazdır. Süni intellekt biz istifadə edirik. Virtual həkim isə mənim həm həkimlik tibb təhsilim var, həm də IT tərəfdəyəm. Bunu birləşdirəndə virtual həkim deyə bir proyekt mənim çox fikirləşdim ki, lazımdır. Bu hansı problemi həll eləyir müştərilərin? İndi gedişat onsuz da yəni onlayna doğrudur. İnsanlar yəni yollarda vaxt itirməyi sevmirlər. Bir problemi olarsa həkimdən soruşmalıdır. Həkimin vaxtı varmı, yoxmu? İndi onsuz da süni intellekt o səviyyəyə gəlib ki, demək olar bütün sualları cavablandıra bilir. ChatGPT, Claude AI və s. düzdür, Grok. Amma siz birbaşa ChatGPT üzərindən danışdıqda o cavabı ala bilməyəcəksiniz. Amma xüsusi istiqamətləndirilmiş süni intellekt deyək, bunlar sizə daha dolğun, daha düzgün cavablar qaytaracaq. Həkimliklə bağlı hər bir, yəni sizin nəsə bir problem varsa, ilkin məlumatların alınması səviyyəsində və hətta əslində
a, reseptlərin yazılması səviyyəsinə gedir, amma bu günün işi deyil. O yəqin ki 1 il, 2 ilə kimi o mümkün olur. Tutalım ki, ürək xəstəliyinə bağlı ürək həkimi orada baxacaq ona. Deyək ki, revmatizma ilə bağlı revmatoloq. Yəni hər bir öyrədilməlidir. Yəni o artıq başa düşür ki, sizin sualınız nəyə uyğundur? Ona uyğun məlumatları, yəni indiki halda ChatGPT ümumi məlumatlar üzərindən gedirsə və ya digərləri, bu artıq bir növ dar ixtisaslaşıb deyə daha dolğun, daha düzgün cavablar verir. Bu da daha çox maraqlı yəni. Biz orada bəzi professorlarla danışmışıq Amerikada. İnvestisiya eləmək istəyirlər. Hətta Google və OpenAI tərəfə təqdimat düşünürük. Mən gedəndən sonra 1-2 ay ərzində inşallah eləməyə çalışırıq. Bu nə qədər vaxt bu layihənin üzərində işləyirsiniz? Çox yenidir, 1-2 ay falan. Hə, yenidir. Yəni. Ümumiyyətlə hansısa bir layihənizin ABŞ-da investisiya alması olub, yoxsa hələ ki yox? Çünki daha çox özünüz investisiya. Başa düşdüm. Bəli, bəli. Mən indiyə kimi heç bir investisiya almamışam. Toparlamağa çalışıram, yox almamışam mən. Yəni bütün olanlar nə eləmişiksə özümüz edirik. İnvestisiyaya da ümumiyyətlə qarşıyam. İnvestisiya alınacaqsa mən danışıram 50-100 milyondan. Ondan aşağı bir investisiyaya mənasız gəlir mənə yəni. Çünki o deyir kiçik məbləğ görünürsə, deməli layihənə daha çox güvənirsən. Elədir, elə. Artıq bizim layihələr elə layihələrdir ki, onların tutalım ki, bir marketlər şəbəkəsi açarsansa, böyük investisiyalar lazımdır. Burada ağıl, fikir, uzağı bizə proqramçılar, biraz marketinq lazım ola bilər. Bizim layihələrin də milyondan çox istifadəçiləri var. Hal-hazırda biz özümüz öz reklamımızı apara biləcək gücdəyik. Müəyyən bir marketlərdə, Azərbaycan və yaxın ətrafda. Ona görə də yəni marketinqə çox böyük bir xərcimiz yoxdur. Proqramçılarımız var və bunlar fəaliyyət göstərirlər deyə çox böyük investisiya, tutaq ki, bizim virtual həkimə çox böyük bir investisiya lazım deyil. Amma artıq tutalım ki, Sam Altman, OpenAI investisiya edəcəksə, onlar orada çox böyük investisiyadan danışırlar. Yəni bilirsiniz, elə bir investisiya olsa maraqlı gəlir, amma xırda kiçik investisiyalar maraqsız. Son olaraq istəyərdim bu iki ölkənin fərqli bazarını biznes olaraq müqayisə edək. Azərbaycanda da layihələr olub, biznes inkişaf elətdirmisiniz. İndi ABŞ-da çalışırsınız, orada da layihələriniz olur. Fərq nədədir? Kiçik ölkədə inkişaf etmək daha asandır, yoxsa ABŞ kimi böyük ölkədə? Çünki fərqli fikirlər var. Sizin öz təcrübəniz nə deyir? Biznes, IT tərəfdə mən deyərdim ki, çətin sualdır əslində, amma Azərbaycan tərəfdə başlayıb sonra qlobala açılma daha əlverişlidir, daha fürsətlər verir. Yəni onda sizin üçün əlverişlidir. Mənim üçün çox şanslı sayıram özümü ki, biz Azərbaycanda anadan olmuşuq, burada bizim əlaqələr var, burada artıq formalaşmışıq və Amerikada artıq bizim üçün çox rahatdır o cəhətdən. Amma Azərbaycana qayıtmaq məsələsi ilə bağlı danışanda dediniz ki, yəni hələ ki orada planlayırsınız. Çox istərdim əslində. Yəni gəldim, mən Lənkəranı gəzdim, bizim orada köhnə binamız var, ora getdim falan. Adam kövrəlir, baxırsan, yaşamaq. Allah Taala adama bir ömür verib. Amerikada da yaşamaq istəyirsən, Lənkərana mən köçüb yaşayardım. Çox sevirəm oranı. Amma mümkündür. Reallığa baxanda isə bizneslər orada formalaşdırırsan, uşaqların təhsili orada, inkişaf orada. O mənada düşünürəm ki, Amerikada davam etmək fikrim var. Amma dediyim kimi ürəyimiz bu tərəfdədir. Çox sağ olun Rəşad bəy, xoş oldu sizinlə söhbət olmaq. Çox xoş oldu. Təşəkkür edirəm. Maraqlı suallar idi. Uğurlu olsun. İnşallah daha böyük uğurlarınızın şahidi olarıq.